Salam əziz şagirdlər, müəllimlər və bizi dinləyən hər kəs. Deməli, biz bugün sizdən ədəbiyyatdan bir neçə qarşı testi nizamına baxmağa çalışacağıq. Bu videonu ilk imtahanla hazırlaşan Azərbaycan dil ədəbiyyat müəllimləri, blok imtahanla hazırlaşan 3-cü qrup abituriyentlərimiz izləyə bilər. Gələn imtahan verəcək abituriyentlərimizin də xeyrinə dil ziyanlı olmaz, onlar da izləyə bilər. Deməli, ədəbiyyatdan 5 fərqli yerdən suallar. Çox vaxtlarından ki, sizdən verilmiş suallar yazılır. Birinci sualda müsbət fəxrəddin əsərlə bağlı doğru fikir öyrənməyə edir. Deməli, Rüstəm bəyin Mahmud bəyə ilk təklifi o olur ki, Gülbaharı atası evinə göndərməyə razı olsun. Bəli, ilk təklifi budur. Burada mən müsbət qoymuşam, videonun ikinci, üçüncü həvədə çəkilmə daha silməkdən olar. Bəli, ilk təklifi bu olur. Sonradan fəxrəddini öldürmək, imkan əsas kimi təkliflər yerləşdirilir. Bir doğrudur. Gülbahar Rüstəm bəyin fəxrəddini öldürmək təqdim etdir. Gülün ənəni fəxrəddinin yanına göndərir, onu xəbərdə edir. Bunun ürünlərə göndərilən Gülbahar yox, sadəcə bu yanlışdır. Mələk xanım əri peylərin ikramının alınmasını istəmir, əksinə istəyir. Gələn kimi fəxrəddin başına ondan xarab edirlər, bu yanlışdır. 4-də Fəxrəddin bəy qandalasının səbəbini elimsizlik və cəhalətlə görülür, bəli, doğrudur. Ona görə gələn kimi məktəblər, Azər kanalları tanışdırmalı, qarşısına məktəblər Fəxrəddin bəyənini duydur, bu da doğrudur. Cavabımız 1, 4, 5 havaya. 2 əzbələ dayanan sualdır. Deməli, Cahangir Rüstəm bəyin evini nə adlandırır? Bu, deməli, Qars qalası. Cavabımız C-dir burada. 3-də aşağıdakı əsərlərin hansı orta birləşdirir? Bu da arası, o səbəbi, o mövzunu əzbələ bir yazıda saxlamalıdır. Bloklarda 4 sözdə İstiqbal təranəsində müharibə mövzusunda olan əsərlər. Bunlar üçün də birləşən əsərlər müharibə mövzusundadır. B variantı. Dördüncü sualda deyir, Rəsulullah zığı olmayan əsərin forma xüsusiyyətləri ilə bağlı doğru fikirləri müəyyən edir. Burada məzmununa aid doğru fikirlər tapılır, açılır daha doğrusu. Buna diqqət etmək lazımdır. Formanı istəyirsə, məzmunlar doğru fikir bizə lazım deyil, məzmun istəyirsə, formanı doğru fikir bizə lazım deyil. Baxalım. Misralar çarpaz və dağılmalar davranır və doğru fikirdə həm də forma xüsusiyyətidir. Əsərdə referensiya dövlət sərgisi bu məzmunlar fikirdə çıxırır. Üstə payma yanındadır, bəli, bu doğru fikirli paymadır və qoyma xüsusiyyətidir. Əsərin mahiyyət şöyle fərqli yoxdur, bəli, bu da doğrudur və qoyma xüsusiyyətidir. Əsər gözləmiş romanın bir rəng yarışına bağlayıb, başlayıb, bu doğrudur, amma məzmunlaşdırır, ona görə sıxıracağımız 1-3-4. 5-ci, son sualda deyir ki, Vaqifin qoşmasından verilən bənlə bağlı səhv fikri müəyyən edin. Ofçu olmuşam sən tək maralım, çıxmaz xəyalından hərgiz xəyalım. Əlliyi çəkməni deyilər Camalın, sən də gözəlsin binadan hər. Bağlı mən səhv fikri tapmalıyım, doğru yox, səhv. Adə bir zəngin mürafiədən istifadə olunmuşdur. Bəli, mar alım, xəyalım, Camalın, 2 və daha artıq bizə qabrəndir və zəngin qabrəndir, doğrudur. Sonra, lirik qəhrəmansı vergilisinin əlliyə çəkəni ehtiyacı olmadığını bildirir və əlliyə çəkəni nə ilə Camalın, sən də güzəlsən binanın, nəzərdən sən güzəlsən, onlara ehtiyacı olmadığını bildirir, doğrudur. Şeirin orta bəndidir, bəli, qoşunun ilk və son bəndləri necə edilir? Şairin altında fərqisi varsa, son bəndidir, yox. A, B, C, D kimi qabı bəndirsə, ilk bəndidir. Buradan o maralın xəyalın Camalın A, 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 B. Deməli, adı soyadı yoxdur, qabiyə qoymuş ilk A, B, C, D deyil. Deməli, orta bəndlərdən biridir. Bu da doğrudur. Doğru, bu da doğru. Pəri sözü şeiri tərkibidir. Bu da doğru. Yanlışımız D variantı. Çünki daxili bölgüsü deyil, bütün misralarda eyni deyil, amma eynidir. Bax, ofçu olmuşam, qoydum buradan bölgünü. 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5. 6, 5 birinciler. Sonra, çıxmaz xəyalından bölgünü qoydum. 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5. Burada da 5. Əlliyi kirşanı qoyuruq buradan bölgünü. 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5. Burada da 6, 5'dir.
Sən elə gözəlsən, bölgünü buradan qoyur, bu 2 xətt oradan mən bir qoymuşam. Deməli, 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5. Burada qaldı 5. Bir daha bölgüsü bütün mısralarda eyni değil, amma xeyr, yanlışdır, bütün mısralarda eyni. Bu qədər, gəlin dərslərimizdə, gəlin videolarımızda görüşənə qədər. Əgər dərsimiz, izahımız xoşunuza gəldirsə, sizin xeyrinizə dəyilirsə, ətrafınızla, dostlarınızla paylaşıb, özünüz də videonun altına şərh yazıb, kanala abunə olmağı unutmayın. Sağ olun, hər